Hər kəsə salam, mən Fərid. Hər kəsə salam uşaqlar. Bu gün yeni videoda qarşınızdayım. Bu gün real biznes haqqında danışacağıq. Yəni YouTube-da görürsüz uşaqlar, burada birinci Zevsin başçılığında olmaqla görürsüz, burada bir real biznes videosu var. Yatırımsız yenə videosu var. Zevs nə qədər qazanır real biznes haqqında. Yəni əsasən bu real biznesi Zevs gətirib, sonradan da real biznes yazanda görürsüz. Yəni YouTube-da nə qədər video var, amma təəssüf ki, hansına dəqiq baxsaq da, dəqiq tam fikrini çatdıra biləcək adam azdır. Mən də dedim ki, bunu sıfırdan sizə başa salam. Burada görürsüz, mən aşağıda YouTube'da açıqlama qismində referral kodu qoyacağam. O linka basıb həmən bu real biznesi açsaz, sizə əlavə olaraq $5 pul verəcək. Amma belə görürsüz, beləsinə sadə girsəz, onu da başa salacağım. Yəni sizə pul verməyəcək. Siz də gələk təzədən elə bil $5 da 8 manat 50 qəpik falan eləyir. Siz də gələk təzədən 8 manat 50 qəpik, yəni 9 manat vurasınız ki, ondan sonra nəysə başlaya biləsiniz. Yoxsa görürsüz, burada mənim bir dənə hesabım var, sadə açmışam, onu göstərəcəm ki, necə açmışam. Gəlin belə birinci başlayaq. Görürsüz, burada yaddan çıxarmayın ki, videonun axıra kimi izləyin ki, sonra problemlər yaşanmasın və real biznesi daha dəqiq anlaya biləsiniz ki, tez yatırım edə biləsiniz, yaxud da tez çıxarış edə biləsiniz. Bir də aşağıda açıqlamaya linki qoymuşam ki, referral kodla girəsiniz, pul qazanasınız. Burada görürsüz, qeydiyyat var, yaşıl. Qeydiyyata bastıq. Qeydiyyat açanda istifadə adresi. Baxın, mən məsələn Fərid adım, Fərid yazanda və e-mail, şifrə yazanda burada bizə belə deyim, hesab verməyəcək real biznes. Ona görə burada adınızdan əlavə familiya və rəqəm yazmalısınız. Məsələn belə deyək də, Fərid Əliyev, məsəl üçün də Əliyev Fərid ya 66 ya 55 belə bir şey yazırsınız ki, yəni dəqiq hesab sizin kimliyinizi təsdiqləsin. Ondan sonra istifadə etdiyiniz e-maili yazırsınız. Sonra şifrə və şifrəni təsdiqləyə basırsınız, hesab açılsın. İndi gəlin mən açdığım hesabı şey eləyim. Girişə basırıq. Gördüyünüz hesab açıldı. Siz aşağıdakı linkdən qeydiyyat keçin ki, referral koduna sizə $5 versin ki, burada $5 verəndə binalar var, onu ala biləsiniz. Hesab açılandan sonra gəlin sizə başa salım. Burada üstünə basanda binamız pul yığır. Bu binanı da çəkmək üçün ən aşağısı minimum 1 sent olmalıdır, 0.1. Bu da hələ ki 0.00574 sentdir. Yəni hələ çıxarmağa çox var. Sonra gəldik bu 3 xətti görürsünüz uşaqlar. Bax bu 3 xəttə basırıq. Burada görürsünüz şəhərə basanda təzədən şəhərimiz açılır. Burada görürsünüz sonra market var. Market bölməsində çalışın nəsə bina alanda verdiyim linkdən qeydiyyatdan keçsəz bu bina ala bilərsiniz. Bu binadan da 2 dənə alsanız elə bir ki, əlavə bir dənə də pay verəcək, yaxud həmçinin hamısı. Yəni çalışın ki, buradan alın. Ya deyib 1+1 aksiyası var. Yəni binanı seçə basanda istədiyiniz binanı alıb 2 dənə alsanız, bir dənəsi də pay gələcək. Məsələn belə deyək, $250 2 dənə bina alsanız, biri də əlavə gələcək. Hardasa elə bir ki, siz $250 qabaqda olmuş olacaqsınız və plus da ki, bu $250 bir binanın pulunu çıxarmağa hardasa ay yarım 2 ay lazımdır. Siz elə bil 2 dənə alsanız, sizə 3 ay o pulu çıxarmaq lazım olacaqdı. Amma sizə əlavədən bir bina verəcəksə, hardasa ay yarıma siz bina pulunu çıxarasınız. Sonradan da ki, gəlir sizin özünüzün olacaq. Hətta yəni bir bina artıq olacaq. Sonra burada depozit, çıxarış, ticarət var. Bu ticarət bölməsi hələ aktivləşməyib səhvlənəmsə. Yəni ki, burada sonra görürsünüz, alanların adları gəlir. Sonra gündəlik bonus. Çalışın hər gün düzdür, az da olsa gündəlik bonusu burada üstünə basırsınız. Burada sarı şey gəlir, bir də növbəti bonus sabah əlçatan olacaq. Bunun yerinə bonusu götürün gəlir. Vurursunuz üstünə, görürsünüz 0.01 sent gəlir. Növbəti günlərdəki görürsünüz öz sentləri yazıb. Sonra gəlirik
referallar. Mən sizə bu referal kodunu qoymuşam. Siz bu referal kodu ilə girsəz, mənim kimi sıfırdan başlamayasınız. Elə bil ki, siz $5 yatırım olacaq. Yəni siz o $5 bina ala bilərsiniz. Çoxsunda düzdür, yalan olur, amma bizdə düzdür. Sonra gəlirsiniz, indi pul vurmağı da sizə başa salım və çıxarışı da başa salacağım. Burada depozit var, depozit. Bu çıxarışdır, bu depozit var. Depozitə bastınız. Burada məbləği daxil edin yazır. Moneydə $10'dır ən aşağısı. SBS-də də $12, Siberbankda da $12'dır. Emonda $5, TCR-də $5'dır. Ona görə məsləhət görürəm Emonu. Burada görürsünüz, məbləği daxil edin, $5'a basırsınız, Emonu seçirsiniz. Doldura basırıq. Doldura basanda görürsünüz $8.50. 50 azin. Burada ödəniş reksivitləri yazır. Yəni ki, ödənişi necə asan şəkildə əldə edə bilərsiniz, onu deyir. Bu nömrə var, Emonda biz nömrə şəklində ödəniş edirsiniz. Çıxarışda isə, yəni bu yükləməyi göstərdim, balans artırmasını göstərdim. Çıxarışda isə görürsünüz, bu təzədən 3 nöqtəyə giririk və çıxarış var, kart söz. Ona basırıq. Vəsait çıxarışı. Burada da yenə Siberbank, Emon, bütün hamısı var və burada belə deyək, komissiya 0%'dir. Komissiya Siberdə 5%'dir. SBEB bankında isə 2%'dir. Ya siz çalışın Emona atın, ya da ki, ən sadə olaraq Mastercard və Leobank, Kapital və digər banklara çıxarda bilərsiniz. Çıxarış məbləğini məsələn yazırıq $10 və cüzdan nömrəsi və məlumatları daxil edir. Yəni yazırsınız ki, məsələn, mənim adım Fəriddir, Fərid və soyadım yazıram. Sonra yazıram ki, $10'da və çıxarmağa basırıq. Sayı deyir, yəni sayı $10 yazmır. Dollar işarəsini yazmasanız da olar, sayı yazırsınız və burada olacaq. Və indi mənim binam yoxdur deyə, amma siz görürsünüz, burada yazır ki, çıxarış etmək üçün ən aşağısı bir bina almalısınız. Mən qoyduğum referral koddan keçsə, siz $5'ınız olacaq və $5'a bu binanı alıb siz yatırım eləyib, yaxud da yatırımınızı çıxara bilərsiniz. Beləliklə dostlar, yəqin ki, bu real biznes haqqında sizə ətraflı məlumat verə bildim. Burada da görürsünüz, pulum bayaq 564 idi, indi 861 oldu. Yəni çoxlu şəhərlər, binalar alsaz, daha tez belə deyək, pul çıxardıb pul yükləyə bilərsiniz və daha asan yolla qazana bilərsiniz. Yəqin ki, videoda sizə ətraflı başa sala bildim. Bura kimi izləmişsinizsə, hamısını başa düşəsiniz. Daha heç bir sual qalmayacaq ağlınızda. Video bura kimi idi. Əgər video sizin işinizə yaradsa, like, yorum atıb, abunə olub, bildirimləri açmağı unutmayın ki, biz sizə dəstək oluruq, siz də bizə dəstək olun. Sağ olun dostlar, salamat qalın.